əziz abituriyentlər, deməli, bugünkü video izahımız Monqolların Azərbaycana birinci, ikinci yürüşləri, həmçinin Xarəzmşah Cəlaləddinlə Azərbaycanın yürüşündən danışacağıq. Başlayaq ilk olaraq Monqolların Azərbaycana birinci yürüşünə. İlk öncə onu deyək ki, Monqol dövləti 1206-cı ildə yaranmışdı Çingizxan tərəfindən və Monqolların Azərbaycana ilk yürüşü 1220-1222-ci illəri əhatə edir. Monqolların yürüşü ərəfəsində Azərbaycanda mövcud olan dövlətlər, əlbəttə ki, bu dövlətlər mərkəzləşmiş dövlət deyildi. Buna görə də Monqollar daha güclü idi və Azərbaycanı asanlıqla qarət edirdilər. Birinci yürüş zamanı Azərbaycanda mövcud olan dövlətlər Eldənizlər, Şirvanşahlar, Ağsunqurlar və Əhər hakimliyi idi. Bu yürüşə Cəbə və Subutay başçılıq edirdi. Yürüşün məqsədi, xarakteri, kəşfiyyat xarakteri daşıyırdı. Yəni gəlib, öyrənib getmək, kəşfiyyatı, yəni kəşfiyyat edirdilər, bura gəlirdilər, baxırdılar, gedirdilər. Və bu yürüş zamanı qarətdən xilas olan 3 şəhərin adını çəkəcəyik: Təbriz şəhəri, Gəncə şəhəri və Dərbənd şəhəri. Təbriz şəhəri 3 dəfə xərac verməklə qarətdən xilas olub. Gəncə şəhəri 1 dəfə, Dərbəndə isə yürüş etməyiblər, çünki Dərbənd əhalisi möhkəm qala divarları, əhalisinin müqaviməti Dərbəndə ərazisinə yürüş etməyiblər. Amma Təbriz şəhəri 3 dəfə xərac verməklə qarətdən xilas olub. Təbriz şəhərində birinci dəfə Özbək başçılıq etmişdi. İkinci, üçüncü zamanı isə xərac verərək ölkəni, şəhəri dağıntıdan xilas edən isə Şəmsəddin Tuğrayev olub. Gəncə isə bir dəfə xərac verilmişdi. Bu yürüş zamanı, Monqolların yürüşü zamanı kişi əhalisi, bütövlüklə kişi əhalisi qırılıb Ərdəbil şəhərində. Şamaxı şəhərinin əhalisi isə silahı sarılmağı üstün tutublar. Bir də Marağa şəhəri 1221-ci ildə tutulub, Şamaxı isə 1222-ci ildə. Marağa şəhərində əhalisini divan tutublar. Daha sonra Eldənizlər dövləti ilə Gürcü çarı 4-cü Georginin birlikdə Monqollara qarşı müttəfiqliyi var idi. Buna görə də Monqollar hər ikisini Eldənizlər də, Gürcülər də ayrı-ayrıda məğlub edib. Yəni bunların ikisinin müttəfiqliyi Monqolların Gürcüstana yürüş etməsinə səbəb olmuşdu. Daha sonra Monqollar Azərbaycanı tərk etdikdən sonra ikinci yürüşə qədər ortada Xarəzmşah Cəlaləddinin Azərbaycan yürüşündən danışacağıq. Xarəzmşah Cəlaləddin 1225-1231-ci illərdə Azərbaycana yürüş edib. İlk olaraq Marağanı tutub və orada bərpa işlər aparıb. Bunun da məqsədi əhalini öz tərəfinə çəkmək, rəğbətini qazanmaq məqsədi idi. Azərbaycandakı iqamətgahı Gəncə şəhəri idi. 1225-ci ildə Eldənizlər dövlətinə son qoyur. 1227-ci ildə Təbrizdəki Ağsunqurlar sülaləsinə son qoyur. 1227-ci ildə Şirvanşahları tabe edir və onlardan 100.000 xərac alır. Daha sonra deyəcək ki, o Azərbaycanın idarəsini Şərəf Əl-Mülkə tapşırır və Xarəzmşah Cəlaləddinə qarşı Azərbaycanın bir çox ərazisində üsyanlar baş verir ki, onlardan ən yüksək, ən qüdrətli üsyanı Gəncədə 1231-ci ildə Usta Bəndərin başçılığı ilə baş vermişdi. Daha sonra Xarəzmşah Cəlaləddinin Azərbaycanı tərk etməsinin səbəbi 1231-ci ildə Monqolların ikinci yürüşə hazırlaşması idi. Monqolların ikinci yürüşü 1231-1239-cu illərə əhatə edir. İkinci yürüşün məqsədi möhkəmlənmək məqsədi daşıyırdı. Baxın, möhkəmlənmək məqsədi daşıyırdı. Bu üsyana Cormoğon Noyon başçılıq edirdi. 1231-ci ildə Təbrizi tuturlar. Çünki Şəmsəddin Tuğrayev ölmüşdü və şəhəri müdafiədən yox idi və artıq ikinci yürüşdə Təbriz şəhəri tutulur. Birinci yürüşdən fərqli olaraq ikinci yürüşdə Təbriz şəhərini soruşsalar, yəni Təbriz şəhərinin birinci yürüşdən fərqli olaraq ikinci yürüşdə, birinci yürüşdə xərac verilərək xilas olunmuşdursa, ikinci yürüşdə isə tutulur artıq. 1235-də Gəncə tutulur, 1239-da
Dərbənin tutulması ilə Azərbaycanın işğalını başa çatdırırlar. Və Azərbaycanda Ali Monqol Canişininin idarəsi 1239-1256-cı illəri əhatə edirdi. Yarlıq nə idi? Yarlıq yəni yerli feodallar Ali Monqol xaqanı dövründə yəni öz malikanələrini idarə etmək üçün icazə kağızı alırdılar ki, bu da yarlıq adlanırdı. Biz burada Ali Monqol Canişini Arğun ağanın adını çəkirik. Belə, Monqolların birinci yürüşü, Xarəzmşah Cəlaləddin Azərbaycan yürüşü ilə bağlı əsas məqamları sizlərə qeyd etdim.